Salam uşaqlar, bugünkü dərsimiz kəsirlərin toplanması və çıxılmasıdır. Kəsirləri toplayıb çıxmaq üçün biz nə etməliyik? Baxaq, məsəl üçün yazıram ki, 4-də 3 üstə gəlinsin 4-də 1. Məxrəcləri eyni olan kəsirləri toplamaq üçün məxrəc olduğu kimi qalır, surətlər toplanılır. 3 üstə gəl 1. Bərabərdir 4-də 4. Kəsir xətti bildiyiniz kimi bölmə deməkdir. Surət məxrəcə bölünür. 4 bölü 4 eləyir 1. Yazıram məsəl üçün 12-də 3 üstə gəlinsin 12-də 5 bərabərdir. Məxrəc olduğu kimi qalır. 3 üstə gəl 5 bərabərdir 12-də 8. Sonra baxırıq 12 ilə 8 hər biri nəyə bölünür? Hər biri 4-ə bölünür. Buna ixtisar deyilir. Hər biri eyni ədədə bölünürsə, onda bu ixtisar gedir. 12-ni 4-ə bölürük 3, 8-i 4-ə bölürük 2, 3-də 2. İndi qarışıq kəsirlərin toplanması 3 tam 6-da 1, üstə gəl 2 tam 6-da tutaq ki 5 bərabərdir. 3 üstə gəl 2 tamlar 1 toplanılır. Buna qarışıq kəsir deyilir. Əvvəlcə bildim. Yəni bu tam hissədir, bu kəsir hissədir. Həm tam hissəsi, həm kəsir hissəsi varsa bu qarışıq kəsir adlanır. Məxrəc olduğu kimi qalır. 1-in üstünə 5 gəlirik 6. 6 böl 6 1. 1-in üstünə 5 gəlirik 6. Cavab elə də 6. İndi məxrəcləri müxtəlif olan kəsirləri toplayaq. Yazıram 2-də 1 üstə gəlinsin 3-də 2. Məxrəcləri müxtəlifdirsə biz bunları eyni məxrəcə götürməliyik. Ardıcıl gələn ədədlərin ortaq məxrəci onların hasilidir. Sayanda ardıcıl gəlir də 2, 3. Onda hasildir. 2 vur 3, 6. Məxrəclər eyni olmasa biz onları toplaya bilmərik. Demək 2-ni nəyə vurduq? 6 oldu. 3-ə. Onda mütləq 1-i də 3-ə vurmalıyıq. Məxrəci nəyə vurduq? Surəti də ona vururuq. 3-ü neçəyə vuranda 6 oldu? 2-yə. Onda bunu da mütləq 2-yə vururuq. 1 vur 3, 3. 2 vur 2, 4. Oldu 6-da 7. Necə kəsir oldu? Bu düzgün olmayan kəsir oldu. Düzgün olmayan kəsir nəyə deyilir? Surəti məxrəcindən böyükdür və bərabərdirsə belə kəsir düzgün olmayan kəsir adlanır. Onda nə edirik? Tam ayırırıq. Düzgün olmayan kəsir olanda tam ayırmalıyıq. Yəni 7-ni 6-ya bölürük. 7-nin içində 6 bir dənə, qalıq qalır 1. Qalığı yerinə, məxrəci yerinə. 1 tam 6-da 1. İndi yazıram, məsəl üçün 2 tam 12-də 5 üstə gəlinsin 3 tam 4-də 1. İndi tamları, bunlar qarışıq kəsirdir. Birinci tamları toplayıram. 2 üstə gəl 3, 5. Məxrəci 4-ü baxıram ki 12 kimi yaza bilərəm. Çünki 12 4-ə bölünür. Bölünürsə onda bura vur 3, burada vur 3. Yazıram. Məxrəc eyniləşdi. Oldu hər ikisində 12. Onda 5-in üstünə 3-ü gələ bilərəm. 5 üstə gəl 3 bərabərdir. 5 tam 12-də 8. Sonra baxıram ki 12 ilə 8 hər biri nəyə bölünür? 4-də. Bölürəm hər birini 4-də. Olur 5 tam 3-də 2. Yəni bərabər kəsir yaradıram. İndi kəsirlərin çıxılması. Kəsirləri çıxmaq üçün yenə də eyni qayda ilə orta məxrəcə götürəcəm. Yazıram ki 9 tam tutaq ki 5-də 3 çıxılsın 2 tam tutaq ki 10-da 7 bərabərdir. Baxıram ki burada 5 10-a tamamlanır. Onda 5-i vururam 2-yə. Məxrəci eyniləşdirirəm. Onda surəti də vururam. Olur 9 tam 10-da 6 çıxılsın 2 tam 10-da 7 bərabərdir. 9-dan 2-ni çıxıram 7. Amma 10-da 6-dan 7-ni çıxa bilmirəm. Çıxa bilmirəmsə gedirəm onda 7-dən bir dənə götürüb xırdalayıram. 7-dən 1-ini götürüb xırdalayıram. Qalır 6 tam. Buradakı məxrəc nədirsə, bax 10 ilə yazırsınız. Olur 10-da 10. 1 yerinə 10-da 10 yazdım. 10-da 10 1-dir, bu da 6. Təzədən 7 eləyir də. Bunları əlavə eləyirəm üstünə. Üstə gəl 6, çıx 7. Baxın diqqətlə. Bu da olur 6 tam 10-da 16 çıx 7, 9. 6 tam 10-da 9.
Birində yazıram. Məsəl üçün elə bir dənə 1-dən çıxıram, tutaq ki 5-də 4. 1-dən 5-də 4 çıxanda necə yaza bilərik? 1 tam hissədir də. 1-in özünü bu məxrəcə uyğun yaza bilərik 5-də 5. 5-də 5 1 deməkdir. 5 böl 5. Çıxılsın 5-də 4. Bərabərdir. Eləyəcək 5-də 1. Kəsr xətti bölmə deməkdir. Məsəl üçün 5-də 4 nə deməkdir? 4 böl 5. Baxın, bu deməkdir. Birini də yazım, çıxmaya aid. Yazıram ki, tutaq ki, 2 tam böyük ədədlərlə biraz yazaq. 12-də 7 çıxılsın 1 tam, tutaq ki, 16-da 9. 12 ilə 16 biraz böyük ədəd olduqda, əgər siz onlara ortaq məxrəci tapmaq, yəni eyni məxrəcə gətirmək çətinlik çəkirsinizsə, gedirsiniz, əkop tapırsınız. Baxın, tapırıq. Məxrəcləri ayırırıq. Keçən dərsimizdə əkobu izah elədim. Ən kiçik ortaq bölünən. 12 bölü 2 6, bölü 2 3, 3 bölü 3 1. Sadə vuruqlara ayırırıq hər birini. 2-yə bölünür 8, 2-yə bölünür 4, 2-yə bölünür 2, 2, 2-yə bölünür 1. Eynilərini aparırdıq. Baxın, bir buradan, bir buradan, bir buradan, bir buradan apardıq. Dayı təkrar yoxdur. Yəni, eyni apara bilmirik. Sonra buradakı ədədi neynirdik? Götürüb burada yerdə qalana vururduq əkop tapanda. Və yaxud da bunu götürüb buradakilara vururduq. Eyni cavab alınır. 16-nı 3-ə vururam, 48. Demək, onda ortaq məxrəcimiz 48-dir. 2-dən 1-i çıxıram tam hissədən. 1-i yazıram yerinə. Məxrəcimiz 48. Baxıram 12-ni nəyə vuranda 48 olacaq? 2 vur 2, 4-ə. 12 vur 4, 48 eləyir. Əgər mən bunu 4-ə vururamsa, onda bunu da 4-ə vururam. 16-nı nəyə vuranda 48 oldu? 3-ə. Onda bunu da 3-ə vururam. Olur 7 vur 4, 28, çıx, 9 vur 3, 27. Bərabərdir 1 tam 48-də 1. Bu da kəsirlərin çıxılması. Demək, kəsirləri həm topladıq, həm çıxdıq. Toplama üçün, çıxmaq üçün neynədik kəsirləri uşaqlar? Ortaq məxrəcə götürdük. Yəni, məxrəclərini eyniləşdirdik. Əgər məxrəclər eynidirsə, məxrəc olduğu kimi qalırdı, surətləri toplayıb çıxırıq. Əgər məxrəclər müxtəlif idisə, müxtəlif, biri 12, biri 4 məsəl üçün, müxtəlif idisə neynədik? Onları ortaq məxrəcə götürdük. Biraz böyük ədədlər olarsa, böyük ədədlərdə çətinlik çəkirsinizsə, əkob tapırıq. Əkobu tapandan sonra yenə də məxrəci nəyə vurmuşuqsa, surəti də ona vurduq və cavabımızı tapdıq. Dərsimiz bu qədər.